Düz 36 il bundan qabaq Azərbaycan xalqı ən cəsur xalqlardan biri seçildi. Bunun ən böyük səbəbi Sovet ordusunun Bakıya hücum eləməsi və Azərbaycanlıların yalın əllə bu hücuma qarşı durması idi. Fəqət Sovet ordusu bu hadisəni təkcə Azərbaycanda etməyib. Qırğınlar həm Qazaxıstanda, həm Gürcüstanda, həm Latviyada, həm də Litviyada baş verib. İlk olaraq Qazaxıstandan danışmaq istəyirəm. 1986-cı ildə kommunist Qazax liderini vəzifədən alaraq ora Rus təyin edən Sovet hökuməti Qazaxların kəskin etirazı ilə qarşılaşdı. Buna cavab olaraq isə Sovet ordusu təbii ki, Qazaxların üstünə hücum elədi və Jel-90 hadisələrində mindən çox Qazax öldürdü. Jel-90 dekabr deməkdir, çünki bu hadisə dekabr ayında oldu. Ona görə ona Jel-90 hadisələri deyirlər. Daha sonra isə 1989-cu ildə baş vermiş Gürcüstandakı qırğından danışmaq istəyirəm ki, Gürcülər də öz haqlarını tələb edib Abxaziyanın Gürcüstanın ayrılması məsələsinə görə Sovetlərə etiraz elədilər və Sovet ordusu Tiflisə hücum eləyərək 9 aprel günü 21 Gürcünü öldürüb 100-dən çoxunu yaraladı və bu hadisələrdən sonra Gürcülər həmin günü milli yas elan etdilər. Daha sonra isə diqqətimizi Baltik ölkələrinə aparmalıyıq. Düz 20 yanvardan bir il sonra, elə yanvar ayında Ruslara qarşı öz etirazlarını bildirdilər və Sovet ordusu həm Riqaya, həm də Vilniusə hücum elədi. Baltik ölkələrində baş verənlər Bakıda baş verəndən daha kiçik miqyasda idi və Baltik ölkələrinin uğuru ilə nəticələndi. Və bu qırğınlar nəticəsində Sovetlər öz legitimliklərini itirdilər. Bütün Sovetlərin tabiliyindəki olan xalqlar həqiqətən savaşmalı olduqlarını bir daha anladılar və beləliklə Sovet imperiyasının sonu gəldi. Allah şəhidlərimizə rəhmət eləsin.